Hakimiyyət ölkədə ədalətli idarəçiliyi qurmayıbdır və qurmaq istəmir. Çünki qursalar, hamısı bir-birinə bağlıdır. Ədalətli bir sistem qursalar, tutaq ki, monopoliyalardan imtina eləsələr, gəlirləri azalacaq, rüşvət yığmaq, sərvət toplamaq imkanları azalacaq, cəmiyyət varlanacaq, güclənəcək, cəmiyyətin müxtəlif təbəqələri, ayrı-ayrı qüvvələr yavaş-yavaş dolanışıq problemlərini həll edib başlarını qaldırıb bir ölkəyə, vəziyyətə baxacaqlar. Bilirsiniz, bəzən, hətta bəzi müxalifətçilər də düşünürlər ki, nə qədər vəziyyət ağırlaşsa, cəmaət o qədər mübarizəyə hazır olacaq. Mən o fikirdə deyiləm. Mən acıların qiyamının tərəfdarı deyiləm. Mən normal yaşayan orta sinifin ölkəni irəli aparmaq üçün mübarizəsinin tərəfindəyəm, onların fəaliyyətinin tərəfindəyəm. Və hakimiyyətdə də müəyyən dərəcədə bunu başa düşürlər ki, cəmaət çörək dərdindən, dolanışıq dərdindən azad olsa, artıq daha tələbkar olacaq, artıq ləyaqət həyat tələb edəcək, bərabər həyat tələb edəcək və s. və s. Ona görə də hakimiyyət hər fürsətdə insanları əzir və deyir ki, sən məndən heç nə tələb eləmə. Sən otur gözlə, uzaqbaşı bir ərizə yaz hakimiyyətə ya hakimiyyətin müxtəlif təmsilçilərinə. Mən baxaram, hansısa mərhələdə sənə ev verəcəm, maşın verəcəm, hansısa problemi həll edəcəm, birinizi müalicəyə göndərəcəm, birinizin burada müalicəsini təşkil edəcəm və s. və s. Və beləliklə də insanlar haqlarını almaq əvəzinə, mübarizə aparıb nəsə əldə eləmək əvəzinə xahiş minnət edib nəsə hakimiyyətdən qoparmaq yoluna keçməlidirlər. Hakimiyyət bunu istəyir. Və buna görə də hakimiyyət heç bir insanın öz hüquqları uğrunda mübarizəsinə ədalətli yanaşmır, layiq yanaşmır və düzgün addımlar təəssüf ki, atmırlar. Və elə bayaq söhbət etdiyimiz mövzu ilə də bu bağlıdır ki, bax, bu yanaşmaya görə də hakimiyyət getdikcə nüfuzunu itirir. Onsuz da əvvəlcədən çox nüfuzlu deyirlər. Bu 2-ci Qarabağ savaşının sayəsində Allah'a şükür ki, biraz nüfuz qazanmışdılar. Onu da itirmək üzrədirlər, gedir o nüfuz. Onu başa düşməlidirlər bu adamlar.